Afşinə demişdim ki, Bəz qalasının xarabəsini mənə göstərsin. Son dəfə vidalaşmaq üçün. Ne üçün o səni, miskin bir varlığı mənə göstərir. O hadiseden sonra ne yüzden yanıma gelmişsen? Zavallı, Sen hiç vaxt anlamadın ki azadlık yanğısı ne deməkdir? O dəhşətli yanğı ki yüreği yandırıp külə döndərir. Azadlıq! İster acı olsun, ister şirin. Yalnız o idi məni döyüşdən döyüşə aparan. Elə güman eləyirdim ki sen de bu yolun yolcusu olacaksan. Lakin sen anlamadın ki bu dünyada bircə gün azad yaşamak 40 yıl boyunduruq altında sürünməkdən daha üstündür. mənə zülm eləyirsən. Ben sana çok demiştim. Sense az eşittin. Bana çok şey irad tutmaq olardı. Çünkü ben Tulul'da zeytinyağı satan bir kişinin oğluydum. Ama sen Babək'in oğluydun. İndi benim oğlum yoktu. Sen benim belimden gelmemsen. Ata, benim ölümüm benim için son silahtı. Bu silah, dünyaya mert gəlib mert gedənlərin son silahıdır. Sənsə buna layık olmadın. Yok ol. Yok ol ki gözün bir de seni görmesin. Öldürme Nada. Geçti. Ölümü de mənə çok gördün. Elvida da. Vidalaşabilirsin oğlunla. O özünü vurdu.